Salam uşaqlar, bugün mən sizə dövrü qanun və dövrü sistem testlərinin izahını verəcəm. İzahı verməmişdən əvvəl sizinlə uşaqlar bir məlumatı bölüşmək istəyirəm ki, sentyabrın 1-dən artıq hazırlıq dərslərimizə başlayır, yəni start verilir. Belə ki, hazırlıq dərslərimizdə 9-cu, 10-cu, 11-ci siniflərdə də hər 3 yəni sinif qoşula bilər. Həm 1-ci qrup, həm də 4-cü qrup, yəni ki, uşaqlarımız hamısı qoşula bilər. Və mən test topları olaraq, yəni ki, birinci demin test toplarını işlədirəm. Daha sonra, yəni güvənin, hədəfin və qəbullar, OTK-lar, modellər də olmaqla işlədilir. Və uşaqlar, əgər hazırlıq qruplarımıza qoşulmaq istəyən şagirdlərimiz varsa, yəni ümumiyyətlə hazırlıqlarımız həm belə qrup şəklində, həm də fərdi şəklində keçirilir. Yəni əgər uşaqlarımız da varsa hazırlıq qruplarına qoşulmaq istəyən 051 595 69 64 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İndi uşaqlar gəlin və kanala abunə olmağı da uşaqlar, eyni zamanda like atmağı da unutmayın ki, belə videoların davamı çox gəlsin və siz də yararlana biləsiniz. Deməli uşaqlar, birinci testləri verməmişdən əvvəl sizinlə belə bir qeydləri paylaşmaq istəyirəm. Çünki bu testlərin əksəriyyəti, yəni sırf bu qeydlərə əsaslanır. Uşaqlar, siz birinci bilməlisiniz ki, Mendeleyev cədvəlində, yəni yuxarıdan aşağı doğru qrup üzrə və yaxud da aşağıdan yuxarıya doğru və yaxud da dövr üzrə soldan sağa doğru, sağdan sola doğru nələr dəyişir? Bunların hamısının yadda saxlamaq texnikaları var. Belə ki, bəzi uşaqlar bunu sırf əzbərləyir və əzbər məncə müəyyən bir yerə qədər yadda saxlana bilər. Bunun ən yaxşı yadda qalma üsulunu mən sizə öyrədəcəm. Uşaqlar, Mendeleyev cədvəlinə fikir versəz, baxın, fransiyum burada yerləşir, aşağıda yerləşir, flör də burada yerləşir. Və fransiyum bilirsiniz ki, metaldır, flör də qeyri-metaldır. Mən əgər qrup üzrə yuxarıdan aşağıya doğru gəlsəm və yaxud da dövr üzrə deməli sağdan sola doğru gəlsəm, məndə hansı qaydalar var ki, onlar dəyişilər? Baxın uşaqlar, fikir verin. Qrup üzrə yuxarıdan aşağı doğru gəlirəm. Dövr üzrədəki sağdan sola doğru gəldikdə hansı elementi yaxınlaşıram? Fransiyum elementinə. Fransiyumdakı bir metaldır. Deməli, metala doğru yaxınlaşıramsa, məndə metallıq xassəsi artar. Metallıq xassəsi artar. Metallıq xassəsi artdığı üçün reduksiya edicilik artar. Reduksiya edicilik uşaqlar nə deməkdir? Elektron vermək deməkdir. Yəni, reduksiya edicilik xassəsi artır. Metallıq xassəsi artır. Və eyni zamanda atom radiusudakı artar. Deməli, qrup üzrə yuxarıdan aşağıya doğru və dövr üzrə də sağdan sola doğru istiqamətdə fransiyum metalına yaxınlaşdığımız üçün metallıq xassəsi artır və reduksiya edicilik artır. Eyni zamanda atom radiusudakı artır. Bəs yaxşı, mən əgər deməli, qrup üzrə aşağıdan yuxarıya doğru gəlsəm və dövr üzrə də soldan sağa doğru gəlsəm nə dəyişəcək? Bəs mən soldan sağa doğru dövr üzrə gəlsəm və yaxud da qrup üzrə aşağıdan yuxarıya doğru gəldikdə hansı elementi yaxınlaşıram uşaqlar? Flör elementinə. Flör elementi də ki, qeyri-metaldır. Qeyri-metala yaxınlaşdığım üçün, deməli, qeyri-metallıq xassəsi artar. Eyni zamanda qeyri-metallıq xassəsi artdığı üçün, deməli, uşaqlar, metallıq xassəsi necə dəyişəcək burada? Əgər qeyri-metallıq xassəsi artarsa, əksinə olaraq metallıq xassəsi azalacaq. Və metallıq xassəsi deyir ki, metallıq xassəsində reduksiya ediciliyi, atom radiusiyası düzmü tənasib? Baxın, artar. Əgər məndə qeyri-metallıq xassəsi artsa, deməli, metallıq xassəsi azalacaq, tərs mütənasib olaraq, reduksiya edicilik xassəsi azalacaq, atom radiusu azalacaq. Amma qeyri-metallıq xassəsi artdığı üçün oksiləşdiricilik artacaq. Və uşaqlar, oksiləşdiriciliklə də düz mütənasib olan kəmiyyətlərimiz hansılardır? Məsələn, testlərdə verilir ki, elektromənfilik, elektrona hərislik. Bu kimi sizdən suallar da soruşurdur ki, bunlar necə dəyişir, artır yoxsa azalır? Uşaqlar, əgər ki, məndə oksiləşdiricilik artıbsa, o zaman elektromənfilik də, elektron hərislik də bu kəmiyyətlərdə artır. Yox, əgər oksiləşdiricilik azalarsa, o zaman elektromənfilik, elektron hərislik bunlar azalacaq. Və uşaqlar, bunları hələ ki dedim, gəlin birinci sualımıza baxaq. Birinci sualda deyir ki, nə üçün dövrü sistemdə yuxarıdan aşağıya doğru gəldikdə qələvi metallara metallıq xassəsi güclənir? Baxın, yuxarıdan aşağıya doğru, bax, buranı deyir, gəldikdə, deyir, nə üçün metallıq xassəsi artır? Düz deyir, uşaqlar, fransiyum doğru gəlir, metallıq xassəsi artır. Nə üçün artır? Çünki orada atom radiusu da artır. Deməli, atom radiusu artdığı üçün. Birinci suala cavab olur D variantı. İndi gəlin ikinci suala baxaq. İkinci sualda deyir ki, dövrlər üzrə nüvələrin yükü artdıqca. Uşaqlar, bir şey yadda saxlayın. Nüvənin yükü artması bir dövr üzrə var, bir də qrup üzrə var. Dövr üzrə nüvənin yükü artması, siz üfüqi istiqamətdə baxacaqsınız və necə baxırsınız üfüqi istiqamətdə? Soldan sağa doğru dövr üzrə nüvənin yükü artır.
Necədir bu? Uşaqlar, Mendeleyev cədvəlini bir əlinizə alın, siz də bir düşünün, fikirləşin. Məsələn, birinci qrupdan mən götürürəm bir lityum elementi. Lityum elementinin nüvəsinin yükü nə deməkdir? Yəni, həmin o elementin sıra nömrəsi, yəni həmin o elementin protonu. Lityumun sıra nömrəsi 3-dür. Dövr üzrə əgər ki, məndən nüvənin yükü artması istiqamətində soruşsa, deməli, mən dövr üzrə soldan sağa doğru olan istiqamətə baxmalıyam. Yəni, çünki lityum 3-dür, ondan sonraki gələn element berilyumdur ki, onun sıra nömrəsi 4-dür. Berilyumdan sonraki gələn element bordur ki, onun sıra nömrəsi 5-dir. Bordan sonraki gələn element karbondur ki, onun sıra nömrəsi 6-dır. Yəni, nüvənin yükü artması və yaxud da digər adı ilə deyə bilər testlərdə nüvə yükü deməz, deyə bilər sıra nömrəsi və yaxud da proton deyə bilər ki, sayın artması desə dövr üzrə. Siz hansı istiqamətə baxacaqsınız? Bəli, soldan sağa doğru olan istiqamətə baxacaqsınız. Yəni, təkcə dövr deyil ki, Mendeleyevdir. Eyni zamanda biz bilirik ki, qrup da var. Və uşaqlar, əgər burada bilməyənlər varsa, qaydada biraz zəifliklər olan varsa qeyd edin. 7 dövrümüz var, 8 qrupumuz var. İndi bəs məndən soruşsa ki, qrup üzrə nüvənin yükü artması istiqaməti, uşaqlar, qrup üzrə biz baxacağıq yuxarıdan aşağıya doğru. Məsələn, yenə lityumdan misal göstərim. Lityumun sıra nömrəsi 3-dür, ondan aşağıda yerləşən elementimiz natriumdur ki, onun da sıra nömrəsi 11-dir. Və natriumdan aşağıda yerləşən elementimiz kaliumdur ki, onun da sıra nömrəsi 19-dur. Yəni, bunları misal deyə bilərik. Deməli, biz nüvənin yükü artması istiqamətində dövr üzrə desə, soldan sağa doğru baxırıq. Yox, əgər qrup üzrə desə, yuxarıdan aşağı doğru baxırıq. Və bir şey yadda saxlayın ki, uşaqlar, dövr üzrə sıra nömrəsi və yaxud da digər adı nüvənin yükü artması bir vahid artır. Baxın, lityum 3-dür, berilyum 4-dür. Bor 5-dir. Neçə vahid artdı? Bir vahid artdı. Amma ki, qrup üzrə yuxarıdan aşağı doğru nüvənin yükü artması 8 vahid artır. Baxın, 3-dür, lityum, natrium 11-dir, 8 vahid artdı. Kaliumda 19-dur, bu da 8 vahid artdı. Yəni, yadda saxlayın. Dövr üzrə nüvənin yükü artması 1 vahid artır, amma qrup üzrə isə 8 vahid artır. Yəni, bu ümumi bir məlumatdır ki, bunu belə öyrənəsiniz. İndi bizə baxın, uşaqlar, uçucu birləşmə deyir. Baxın, burada mənə şərtdə verir uçucu birləşmə. Ay müəllim, bəs indi bilənlər də var, yenə deyirəm. Qaydanı yaxşı oxuyanlar bunu bilir, heç bu izahlara baxmır. Videonu biraz irəli atır. Əgər yox, bilməyənlər varsa, elə burada da öyrənə bilərik. Uşaqlar, biri var uçucu birləşmə, bir də var ki, uçucu olmayan birləşmə. Uçucu birləşmə nədir, uçucu olmayan birləşmə nədir? Uşaqlar, birinci qrupun, ikinci qrupun və üçüncü qrupun birləşmələri, yəni ki, onlar uçucu olmayan birləşmələrdir. Birinci qrup, ikinci qrup və üçüncü qrupun birləşmələri uçucu olmayandır. Amma 4, 5, 6 və 7-ci qrup isə uçucu birləşmələrdir. Bəzi uşaqlar soruşa bilərlər ki, ay müəllim, niyə 8-ci qrupda var? Onu niyə yazmırsınız ki? Uşaqlar, yadda saxlayın. 8-ci qrup heç bir birləşmə mənə gətirmir. Yenə deyirəm, birinci, ikinci, üçüncü qrupun birləşmələri uçucu olmayan, 4, 5, 6, 7-ci qrupun birləşmələri isə uçucu. Buraya yazıram, uçucu olmayan. Burada yazıram ki, uçucu. İndi bizə nə deyir? Deyir, hidrogenlə əmələ gətirdiyi birləşmələr. Uşaqlar, hansı birləşmələrdə nəzərdə tutur? Uçucu birləşmələr. Amma mən burada nəzər izahını verim, həm də uçucu olmayan birləşmələrə. Baxın, uşaqlar, birinci qrupun, məsələn, hidrogenli birləşməsi olur ERH. İkinci qrupda olur ERH2. Üçüncü qrupda olur ERH3. Dördüncü qrupda olacaq ERH4. Beşinci qrupda ERH5 yazmayın. Belə yazsa səhvdir. Uşaqlar, hidrogenli birləşmədə 5-ci qrupda, uçucu birləşmələrdə. 5-ci qrupdur. Ümumi valentlikdəki biz bilirik 8 qrupsa 8-dir. İndi bu 5-i 8-i tutması üçün nə qədər lazımdır? 3 lazımdır. Deməli, hidrogen ayağına yazacaqsınız 3. Əgər 5-ci qrupsa 10 hidrogenli birləşməsi olacaq ERH3. 6-cı qrupda isə ERH2, 7-ci qrupda isə olacaq ERH. Yəni, orada valentlikdə biraz dəyişiklik baş verir. Amma bunların oksidlərində elə deyil. Birinci qrupda olacaq oksidində R2O, ikinci qrupda RO, üçüncü qrupda R2O3, dördüncü qrupda RO2, beşinci qrupda R2O5, 6-cı qrupda RO3, 7-ci qrupda R2O7. Bunu belə yazdım. İndi baxın, mənə şərtdə nə deyir? Deyir, dövr üzrə nüvənin yükü artdıqca elementlərin hidrogenli deməli, əmələ gətirdiyi uçucu birləşmələr. Baxın, mən bura fikir verəcəm. Bu uçucu birləşmələrdən nəzərdə tutur. Mən uçucu olmayan desəydi, bura baxardım sırf. İndi uçucu birləşmələrdə deyir ki, bax, mən bura fokuslanıram. Uçucu birləşmələrdə həm hidrogenli birləşmələrdə, həm də oksigenli birləşmələrdə valentlik necə dəyişir? Oksigenli birləşmədə görürəm ki, valentlik artır. Məsəl üçün, 4-cü qrupda RO2 yazılır. Yəni ki, burada formulda R-in valentliyi 4-dür, burada 5-dir, burada 6-dır, burada 7-dir. Yəni, 4-cü qrupda valentlik 4, 5-ci qrupda valentlik 5, 6-cı qrupda valentlik 6, 7-ci qrupda da valentlik 7-dir oksigenli birləşmələrdə. Amma hidrogenli birləşmələrdə isə 4-cü qrupda bəli, valentlik 4-dür RH4-də. Amma 5-ci qrupda R-in valentliyi 3-dür.
6-cı qrupda erin valentliyi 2-dir. 7-ci qrupda erin valentliyi 1-dir. Yəni hidrogenli birləşmələrdə getdikcə deməli valentlik azalır, amma oksigenli birləşmələrdə isə valentlik artır. Ona görə hidrogenə görə valentlik azalır, oksigenə görə də valentlik azalır, artır daha doğrusu olur 2-də C bəndi. İndi 3-cü suala baxaq. Deyir, hansı sıradakı bütün elementlər hidrogenlə uçucu olmayan? Uçucu olmayan nə deməkdir uşaqlar? Yəni biz demişik ki, 1-ci, 2-ci, 3-cü qrupun birləşmələri hidrogenlə və ya digər birləşmələrlə uçucu olmayan birləşmələr əmələ gətirir. Yəni deməli siz uçucu olmayan birləşmə deyəndə 1-ci, 2-ci, 3-cü qrupun elementlərini görməlisiniz. Bu da olur B variantı. Maqnezium 2 valentli, natrium 1 valentli, kalsium da 2 valentlidir. Yəni ikinci qrupda yerləşir. Maqnezium ikinci qrupda yerləşir, natrium da birinci qrupda yerləşir. Və yaxud da valentlik olaraq maqnezium 2 valentlik, natrium 1 valentlik, kalsium 2 valentlik belə də deyə bilərik. 4-cü sualda deyir ki, hansı sıradakı bütün elementlər hidrogenlə bu səfər deyir uçucu birləşmələr əmələ gətirir. Uçucu birləşmə əmələ gətirir. Deməli sizin variantlarda metal ümumiyyətlə olması lazım deyil. Yəni 1-ci, 2-ci qrup, 3-cü qrup metallarını görsəz, o uçucu olmayandır. İndi bu variantlardan biz bunlar çıxmalıyıq. Məsələn, A variantında natrium 1-ci qrupda yerləşir. Deməli, bu uçucu olmayan birləşmə əmələ gətirəcək. Ona görə A variantı yanlışdır. B variantda oksigen və kalium var daha doğrusu. Kaliumdakı 1-ci qrupun elementidir. O da hidrogenli birləşmə ilə uçucu olmayan birləşmə əmələ gətirəcək. C variantında kalsiumdur, metaldır. 2-ci qrupda yerləşir. O da uçucu olmayan birləşmədir. G variantında feriumdur, metaldır. O da uçucu olmayan birləşmə əmələ gətirəcək. Amma D variantında bütün elementlərimiz qeyri-metaldır və onlar deməli hidrogenli uçucu birləşmələr əmələ gətirir. İndi gəlin 5-ci suala baxaq. 5-ci sualda bizə deyir ki, nüvələrin yükü artdıqca dövrü sistemdə. Nüvənin yükü artması dövrü sistemdə soldan sağa doğrudur. Yəni fluor elementinə yaxınlaşırıq. Qrup üzrə nüvənin yükü artması isə yuxarıdan aşağıya doğrudur. Yəni burada da fransiyum elementinə yaxınlaşırıq. Deməli indi bizə deyir ki, burada atom radiusu necə dəyişəcək uşaqlar? Dövr üzrə deməli atom radiusu, baxın fluora gəlmişəm. Fluor nədir? Qeyri-metaldır. Deməli burada qeyri-metallıq xassəsi artır. Ona görə də atom radiusu dövr üzrə azalacaq. Dövr üzrə. Amma qrup üzrə isə fransiyuma doğru gəlirəm. Fransiyum nədir? Metaldır. Deməli metallıq xassəsi artır. Metallıq xassəsi artdığı üçün onun atom radiusu da artır. Deməli uşaqlar deyirsiniz ki, dövr üzrə azalır, amma qrup üzrə isə artır. 5-də olur B bəndi. İndi gəlin 6-cı suala baxaq. 6-cı sualda bizə verib ki, A variantı verib, bir də B variantı verib. Yod, brom, xlor, flor. Uşaqlar baxın, bu 7-ci qrupun elementləridir ki, bunları biz halogenlər deyirik. Flor, xlor, brom, yod. İndi bizə deyir ki, bu istiqamətdə bax, yod, brom, xlor, flor. Yəni ki, aşağıdan yuxarı doğru olan istiqamətdə deyir. Oksidləşdiricilik qabiliyyəti necə dəyişir? Bir də verib natrium, kalium, rubidium, sezium. Bu da 1-ci qrup elementləridir ki, bu da yuxarıdan aşağı doğru yazılır. Natrium, kalium, rubidium və sezium. Yəni burada da biz yuxarıdan aşağı doğru baxacağıq. Burada deyir ki, reduksiyacılıq qabiliyyəti necə dəyişir? Uşaqlar, yuxarıdan aşağı doğru biz bilirik ki, metallıq xassəsi artır. Metallıq xassəsi artdığı üçün də onun reduksiyacılıq qabiliyyəti artır. Və biz bilirik ki, eyni zamanda qrup üzrə də aşağıdan yuxarı doğru gəldikcə fluor elementinə yaxınlaşır. Yəni qeyri-metallıq xassəsi burada artır. Qeyri-metallıq xassəsi artdığı üçün deyirik ki, burada reduksiyacılıq qabiliyyəti azalır. Deməli, oksidləşdirici qabiliyyəti amma artacaq. Deməli, deyirik ki, hər ikisi üçün artır. Deməli, A variantı üçün oksidləşdiricilik qabiliyyəti, B variantı üçün də reduksiyacılıq qabiliyyəti artır. İndi 7-ci suala baxaq. Deyir ki, hansı əsas yarım qrupdakı elementlərin hamısı sabit valentlidir? Bu 1-ci qrup elementləridir ki, 1-ci qrup elementlərin hamısı 1 valentli və sabitdirlər. Deməli, uşaqlar, 8-ci sualda deyir ki, hansı qrupun əsas yarım qrupundakı elementlərin hamısı sabit valentlidir? 2. 9-cu sualda deyir ki, hansı əsas yarım qrupundakı elementlərin hamısı S elementlərdir? 1-ci qrupun deməli bütün elementlərin hamısı S elementlərdir. İndi gəlin 10-cu suala baxaq. 10-cu sualda bizə deyir ki, 1-ci qrupun əsas yarım qrupundakı elementlərin baş oksidi və hidridlərinin formullarını göstərin. Deməli, 1-ci qrupun əsas yarım qrupunun elementlərinin baş oksidi və deməli hidridi. Uşaqlar, 1-ci qrupun baş oksidi deyəndə biz bilmirik ki, bu indi hansı elementdir. Deyək bir R elementi, bu 1-ci qrupdur. Bunun baş oksidi, yəni yanında oksid. Oksigen də 2 valentlidir. Deməli, bunun formulu R2O-dur. Hidrogenə görə də formulu RH şəklində olmuş olacaq. Bu da olur hansı variant? Onda B variantı. 11-ci sualda deyir ki, oxşar xassələr göstərməyən elementlər. Oxşar xassələr göstərən desəydi, biz qrup üzrə olan elementləri seçəcəkdik. Oxşar xassələr göstərməyən deyəndə, deməli, eyni qrupda yerləşməyən elementləri tapmalıyıq.
Baxın uşaqlar, helium, neon, arqon eyni qrupda yerləşir və bunlar təsirsiz qazlardır. Bunlar oxşar xassə göstərir. Litium, natrium, kalium birinci qrup elementlərdə oxşar xassə göstərir. Flor, xlor, yod, deməli bunlar deyirik ki, halogenlərdə oxşar xassə göstərir. Oksigen, kükürt, selen bunlar da deməli deyirik ki, 6-cı qrupun elementləridir. Hamısı oxşar xassə göstərir. Amma ki, C variantında maqnezium 2-ci qrupda yerləşir, alüminium 3-cü qrupda yerləşir, azotdakı 5-ci qrupda yerləşir. Yəni oxşar xassə göstərmir. Ona görə 11-də olacaq C bəndi. 12-ci sualda deyir ki, hansı elementlər oxşar xassəlidir? Yəni nəyi nəzərdə tutur? Eyni qrupda yerləşməyi. Bu da olacaq A variantı. Flor, xlor, brom, yod. Yod yoxdur, flor, xlor, brom. Deyir 8-ci qrupun əsas yarım qrup elementlərinin necə adlandırırlar? Uşaqlar 8-ci qrup elementlərimiz hansılara aiddir? Heliumdur, neondur, arqondur, kripton və ksenondur ki, bunları biz təsirsiz qazlar və yaxud da digər adı ilə nəcib qazlar deyirik. Sonra 7-ci qrupun əsas yarım qrup elementləri hansılar adlanır? 7-ci qrup uşaqlar flordur, xlordur, bromdur, yoddur. Bunlar deməli deyirsiniz ki, halogenlər adlanır. 1-ci qrup elementlərin əsas yarım qrup elementləri necə adlanır? 1-ci qrupun elementləri uşaqlar qələvi metallar adlanır. Amma 2-ci qrup desəydi qələvi torpaq metalları deyərdiniz. Gəlin indi 16-cı suala baxaq. Deyir, D elementləri göstərin. D elementləri Mendeleyev cədvəlində görəklə ifadə olunan elementlər ki var, onlar D elementlərdir. Biz bunu elektron konfigurasiyaya ayırd edib, oradan da deyə bilərik ki, bu D elementidir yoxsa yox. Yəni paylaşdırmaqla elektronlarda deyə bilərik. İndi bu birinci mövzularda əgər bu testləri işləyə bilmirsinizsə, yəni əgər ayırd edə bilmirsinizsə, rənginə görə deyə bilərsiniz və yaxud da deyə bilərsiniz ki, birinci, ikinci qrup əgər elementlər ki var, onlar D elementləri ola bilməz. Yəni metalları çıxmaqla tapa bilərsiniz. Ona görə də məsələn 16-da olacaq cavab A variantı. 17-ci sualda da P elementləri deyəndə də burada azotdan oksigen, o da olur A variantı. 18-ci sualda deyir ki, hansı elementlər eyni qrupa daxil deyil? Flor, xlor, brom deməli eyni qrupdur. Beril, maqnezium, kalsium eyni qrupdur. Flor, xlor, brom, yod, uşaqlar ümumiyyətlə saxlayın. Bunlar 7-ci qrup elementlərdir. Beril, maqnezium, kalsium 2-ci qrup, litium, natrium, kalium 1-ci qrup, oksigen, kükürt, selen 6-cı qrup, amma karbon, azot, fosfor hərəsi bir qrupda yerləşir. Məsələn, karbon 4-cü qrupda, azot 5-ci qrupda yerləşir, fosfor da 5-ci qrupda yerləşir, amma karbon 4-cü qrupda yerləşir. Yəni eyni qrupda deyil deyə olur. 18-də Y bəndi. 19-cu sualda deyir ki, hansı elementlər eyni qrupa daxildir? Natrium, kalium, maqnezium da maqnezium 2-ci qrupda yerləşir deyə yanlışdır. Cavab olur 19-da Y bəndi. Deməli 20-ci sual deyir ki, hansı element kimyəvi elementlərin dövrü cədvəlində 1-ci qrupunda yerləşir? Uşaqlar karbon 4-cü qrupda, oksigen 2-ci, oksigen uşaqlar deməli deyir ki, 6-cı qrupda yerləşir, valentli 2-də amma. Bu da ki, fon elementlərdir ki, yəni flor, oksigen və azotdur ki, yerləşdiyi qrupa əsasən valentlik, yəni ki, göstərmirlər. Yoğun olaraq göstərmirlər. Yəni oksigen 6-cı qrupda yerləşir, amma valentli 2-dir. Sonra alüminium 3-cü qrupda yerləşir, amma kalium deməlidir ki, 1-ci qrupda yerləşir. Və yaxud da kalium verməsəydi testlərdə, litium versəydi, natrium versəydi, onlar da həmçinin deyə bilər ki, 1-ci qrupda yerləşir. Deməli, uşaqlar, gəlin, baxaq 21-ci sualda. Deyir ki, oksigenlə X2O5 və hidrogenlə XH3 birləşmələrini əmələ gətirən X elementi dövrü sistemin hansı qrupunda yerləşir? Uşaqlar, mən bu testləri işləyərkən sizə məsləhət verim ki, hidrogenli birləşmələrin yəni görə valentliyi tapmağı biraz çətin ola bilər. Yəni amma oksigenə görə valentliyi isə daha doğru verəcək. Hidrogenə görə niyə uşaqlar belə olur? Məsələn, XH3 desək ki, məsələn burada X elementi, əgər məsələn X2O5 bizə testdə verilməsəydi, XH3-də yalnız verilsəydi ki, burada X elementi hansı qrupun elementidir? Biz bunu həm 3-cü qrup kimi götürə bilərdik X elementini, həm də deməli 5-ci qrup kimi götürə bilərdik. Çünki mən sizə öyrətdim bayaqlarda, uçucu birləşmələrdə 5-ci qrupdur, amma uçucu olmayan birləşmələrdə 3-cü qrupdur. Amma X2O5 mən sizə öyrətdim ki, oksigenli birləşmələrdə getdikcə valentliyi artdıqca onun, daha doğrusu getdikcə qrup artdıqca onun valentliyi də artır. Yəni mən X2O5-də konkret əminəm ki, artıq burada X 5 valentlidir. Çünki oksigen 2 valentlidir, X-də 5 valentlidir. Yəni ona görə deyirəm ki, bu testləri işləyərkən oksigenə görə valentliyi təyin edilməsi daha rahatdır. Ona görə X elementini məsələn 21-ci sualda desək ki, dövrü sistemdə hansı qrupda yerləşir? Sırf X2O5-ə əsasən təyin edə bilirəm ki, X elementi 5-ci qrupda yerləşir. Eyni şəkildə 22-ci sualda da oksigenlə XO3 birləşməsi verir ki, burada X elementinin hansı qrupda yerləşməsini nəzərdə tutur? XO3 uşaqlar, oksigen 2 valentlidir, deməli X-də 6 valentli olmalıdır ki, o olsun. XO3 şəklində, deməli 22-də olur A bəndi. 23-cü sualda deyir ki, halogenlər flor, xlor, bromdur, yəni ki 23-də olur Y bəndi, nəcib qazdır, helium, neon, arqondur. 24-də olur B variantı. 25-ci sualda deyir ki, S elementlərini göstərin. İndi gəlin 25-ci suala baxaq. 25-ci sualda S elementləri göstərin deyir. S elementləri biz bilirik ki,
metallar S elementlərdir. Kalsium, barium və maqnezium, ona görə 25-də D bəndini götürə bilərik. Bunlar S elementlərdir. 26-cı sualda P elementlərdir. Uşaqlar, bu A variantı məsələn kalsiumda deyirik ki, B elementidir, natrium D elementidir. Yəni birinci, ikinci qrup elementlər S elementlərdir. Dəmirdir ki, bu deməlidir ki, D elementidir. Deməli, bizdən P elementləri soruşuldu. Ona görə 26-da olur. C bəndi alüminium, karbon və silisium. İndi gəlin 27-ci suala baxaq. Hansı element hidrogenlə RH tipli uçucu olmayan biz bilirik ki, birinci, ikinci və üçüncü qrupdur. İndi RH2, əgər ki o zaman hidrogenin valentli 1 bildiyim üçün R-in də valentini tapa bilirəm ki 2-dir. Deməli, uçucu olmayan dediyinə görə 2 valentli bir element mənə lazımdır. Bu da hansı olacaq? Kalsium. İndi 28-ci sualda deyir, hansı element hidrogenlə RH tipli uçucu olmayan? RH uşaqlar uçucu olmayan. Biz bilirik ki, uçucu olmayanlar ancaq birinci, ikinci, üçüncü qrup elementlərdir. RH-da da R-in valentliyi 1-dir. Deməli, mən birinci qrupun elementini götürməliyəm. Ona görə 28-də olur. Y bəndi. Gəlin indi baxaq 29-cu suala. Deyir ki, dövrlər üzrə soldan sağa doğru elektromənfilik necə dəyişir? Deməli, soldan sağa doğru deyirik ki, flor elementinin yaxınlaşdığı üçün, yəni qeyri-metallıq xassəsi burada artır. Qeyri-metallıq xassəsi artdığı üçün deyirik ki, reduks edicilik xassəsi azalacaq, yəni oksidaşdırıcılıq qabiliyyəti artır. Və oksidaşdırıcılıqla da elektromənfilik, bunlar hamısı düz mütənasibdir. Yəni oksidaşdırıcılıq əgər artırsa, elektromənfilik, elektronun hərislik qiymətləri də artır. Ona görə 29-da olur C bəndi. 30-cu sualda deyir ki, əsas yarım qruplar üzrə yuxarıdan aşağıya doğru elektromənfilik necə dəyişir? Əsas yarım qrup üzrə yuxarıdan aşağıya doğru deyirik ki, fransiyum elementini yəni yaxınlaşır. Burada deməli metallıq xassəsi artır. Yəni metallıq xassəsi deməli artırsa, bunun atom radiusu artır. Metallıq xassəsi artırsa, deməli reduksiyacılıq xassəsi artır. Əgər reduksiyacılıq xassəsi artırsa, əksinə olaraq oksidaşdırıcılıq azalır. Və oksidaşdırıcılıq azalırsa, elektromənfilik də azalacaq. Ona görə 30-da olur Y bəndi. 31-ci sualda uşaqlar bizə elementlər verib. X, Y və Z elementlərdir. Burada ən kiçik oksidaşma dərəcələri və ən böyük oksidaşma dərəcələri qeyd olunub. Və biz bu testləri hesablayarkən, yəni burada bir metaldan danışıla bilər. X elementi, yəni biz bilirik ki, metal ola bilər, qeyri-metal ola bilər. Ona görə də biz bu elementlərin hansı qrupda yerləşməsini daha rahat tapmaq qaydasına görə ən kiçik oksidaşma dərəcələrinə baxıb tapa bilərik. Belə ki, əgər bu məsəl üçün elementimiz bizim qeyri-metaldırsa, qeyri-metalın biz yəni hansı qrupda yerləşməsini tapmaqdan ötürü belə bir qayda var ki, həmin o elementin deməli qrup nömrəsindən çıxırıq deməli 8-i. Və bundan tapırıq həmin o elementin deməli oksidaşma dərəcəsini. Məsələn, bizə X üçün verib oksidaşma dərəcəsi -4-dür. Yəni bu -4 necə alınıb? Qrup nömrəsi, bilmirəm nədir qrup nömrəsi. Yəni bilmirəm qrupu nədir? X deyək. Ondan mən 8 çıxmışam, almışam -4. Onda X neçə olub? 4-cü qrup. Deməli X olur 4-cü qrup, X4. Bunu bildik ki, X4-dür. İndi baxaq Y. Y-in deməli ən kiçik oksidaşma dərəcəsi verib -1. Bir də yadda saxlayın, metallar ümumiyyətlə deyə bilərəm ki, yəni ən böyük oksidaşma dərəcəsi onların yerləşdiyi qrupun görə olur. Məsələn ki, birinci qrupda yerləşirsə müsbət 1-dir və yaxud da digər qruplarda yerləşirsə ən böyük oksidaşma dərəcəsi onun müsbətdir. Amma ki, bəzi hallarda da istisnalarımız var. Burada da məsələn testdə elə bir istisnamız qeyd olunur. Məsələn, Y üçün baxsaq bizə ən kiçik oksidaşma dərəcəsi verib -1. -1 necə alınır? Yəni həmin o qrupun nömrəsindən mən 8 çıxmışam, almışam -1. Deməli burada X neçənci qrupda yerləşir? 7-ci qrupda yerləşir. 7-ci qrupda yerləşir və ən böyük oksidaşma dərəcəsi deyə bilərsiniz ki, bəs müsbət 7 olur. Amma məsələn bizdə verib ən böyük oksidaşma dərəcəsi 0-dır. Yəni bu istisna olan elementlərimizdən aiddir. Yəni burada Y flor elementini nəzərdə tutur. Flor elementinin yəni ki, ən böyük oksidaşma dərəcəsi müsbət 7 deyil uşaqlar. Yəni flor biz bilirik ki, halogendir və 7-ci qrupda yerləşir. Uşaqlar nəzərdə tutur ki, 7-ci qrupda yerləşirsə, onun ən böyük oksidaşma dərəcəsi müsbət 7-dir. Mən bu qaydadan razıyam. Bu digər elementlər üçün yəni aiddir. Amma flor istisnadır. Yəni bu istisna olan elementlər içərisində aiddir ki, onun qrup nömrəsi 7 olmasına baxmayaraq ən böyük oksidaşma dərəcəsi 0 kimi qeyd olunur. Yəni bu bir istisnadır. Ona görə dedik ki, burada Y oldu müsbət 7. İndi Z üçün baxaq. Z-in ən kiçik oksidaşma dərəcəsi -3-dür. -3 bərabərdir. Deyirik ki, qrupun nömrəsi bilmirəm. Z çıxılsın 8. Ümumi 8-dir də qrupumuz. Ona görə 8 çıxırıq. Və buradan da Z-in qiymətini tapırıq ki, deməli 5-ci qrupda yerləşirmiş. Deməli X 4, Y 7-ci qrup və Z 5-ci olan qrup 31-də olur. Y bəndi. İndi gəlin 32-ci suala baxaq. 32-ci sualda deyək ki, nüvənin yükü artdıqca dövrü sistemdə, nüvənin yükü dediyim ki, dövr üzrə, deməli soldan sağa doğru gəlir. Əgər nüvənin yükü qrup üzrə artması desə, o zaman
yuxarıdan aşağı doğru olan elementlərə baxacağıq. İndi burada elektromənfilik necə dəyişir? Deməli, dövr üzrə uşaqlar dedik ki, soldan sağa doğru olan istiqamətə fikir verməliyik. Soldan sağa doğru mən hansı elementə yaxınlaşıram? Flör. Flördə qeyri-metallı. Deməli, məndə soldan sağa doğru qeyri-metallı xəssəsi artır. Amma yuxarıdan aşağıya doğru hansı elementə yaxınlaşıram? Fransiyum. Fransiyumda metallı. Deməli, burada metallı xəssəsi artır. Biz bilirik ki, metallıqla da reduksiyacılık düz mütənasibdir. Əgər metallı xəssəsi artırsa, reduksiyacılık artır, amma oksidləşdiricilik azalır. Əgər yox, qeyri-metallığı artırsa, o zaman burada reduksiyacılık azalır. Və biz də bilirik ki, reduksiyacılık azalıbsa, tərs mütənasib olaraq oksidləşdiricilik də necə dəyişəcək? Artacaq. Və oksidləşdirici ilə öyrətdim sizə elektromənfilik, elektrona hərislik qiymətlərdə oksidləşdiricilik kimi, əgər oksidləşdiricinin qiyməti artarsa, o zaman bu qiymətlərdə elektromənfilik, elektrona hərislik artır. Yox, əgər oksidləşdiricinin qiyməti azalıbsa, o zaman elektromənfilik, elektrona hərisliyin də qiymətləri azalır. İndi uşaqlar, fikir verin, qrup üzrə yuxarıdan aşağı doğru gəldim. Baxın, oksidləşdiricilik necə dəyişdi qrup üzrə? Oksidləşdiricilik azaldı. Oksidləşdirici azaldısa, deməli onun elektromənfiliyi də azalır. Amma dövr üzrə soldan sağa doğru gəldikdə oksidləşdirici necə dəyişdi? Artdı. Deməli, onun elektromənfiliyi də artır. Deməli, deyir ki, dövr üzrə artır, amma qrup üzrə isə azalır. Bu da olur 32-də D bəndi. İndi gəlin uşaqlar 33-cü suala baxaq. 33-cü sualda deyir ki, azot, oksigen və flör sırasında maddələrin oksidləşdiricilik qabiliyyəti necə dəyişilir? Azot, oksigen və flör belə yazılır. Yəni dövr üzrə soldan sağa doğru baxılır. Burada da deyirik ki, yəni biz flör elementinə yaxınlaşırıq. Mən sizə öyrətdim ki, dövr üzrə soldan sağa doğru gəldikcə flör elementinə yaxınlaşırıq. Yəni qeyri-metalla yaxınlaşdığımız üçün qeyri-metallı xəssəsi artır. Amma ki, oksidləşdiricilik xəssəsi necə dəyişəcək? O da artacaq. Çünki reduksiyacılık azalır, oksidləşdiricilik artır. Və oksidləşdirici qabiliyyət deməli bu sırada deyirik ki, artır. Və kalsium, stronsium, bariumdakı biz bilirik ikinci qrup elementlərdir və bu qrup üzrə yerləşir. Kalsium, stronsium, barium yuxarıdan aşağıya doğru baxılır. Bu zaman deyirik ki, biz hansı elementə yaxınlaşırıq? Fransiyum elementinə. Fransiyum da metaldır deyə metallı xəssəsi burada artır və reduksiyacılık xəssəsindəki o zaman artmış olacaq. Deməli, hər iki xəssə həm A variantı üçün, həm də B variantı üçün artacaq. Ona görə 33-də olur D bəndi. 34-cü suala baxaq. Deməli, fosfor verib, kükürt verib və xlor verib. Uşaqlar, fosfordur, kükürtdür, xlordur. O dövr üzrə soldan sağa doğru, yəni ki, fikir verə bilərsiniz ki, fosfor 5-ci qrup elementidir, kükürt 6-cı qrup elementdir, xlor da 7-ci qrup elementlərdir, amma 3-cü dövrün elementlərdir. Ona görə baxın, bu cür yazılacaq fosfor, kükürt və xlor. Yəni dövr üzrə soldan sağa doğru. Oksidləşdiricilik qabiliyyəti bildik ki, artır. Litium, natrium, kalium isə uşaqlar, deməli, yuxarıdan aşağı doğru qrup üzrə baxılır. Bu zamanda reduksiyacılık qabiliyyəti onda da artmış olacaq. Hər ikisində artır olanda 34-də olur Y bəndi. 35-ci sualda deyir ki, hansı qrupun əsas yarım qrup elementləri uçucu hidrogenlə birləşmələr əmələ gətirmir, yəni uçucu olmayan. Bu da birinci, ikinci və üçüncü qrup elementləri olduğu üçün 35-də olur C bəndi. 36-cı sualda deyir ki, hansı qrupun əsas yarım qrup elementləri uçucu olmayan. Bu birinci, ikinci, üçüncü qrup elementləridir. Ona görə 36-da olur A bəndi. 37-ci sualda deyir ki, əsas yarım qruplarda yuxarıdan aşağı getdikcə elementlərin metallı xəssəsi və qeyri-metallı xəssəsi necə dəyişir? Yuxarıdan aşağı doğru getdikcə fransiyum metalına yaxınlaşırıq. Deməli, metallı xəssəsi artır. Metallı xəssəsi artdığı üçün qeyri-metallı xəssəsi azalır. Və yaxud da metallı xəssəsi güclənir, qeyri-metallı xəssəsi zəifləyir. 38-ci sualda deyir ki, dövr daxilində soldan sağa getdikcə elementlərin metallı xəssəsi və qeyri-metallı xəssəsi necə dəyişir? Soldan sağa doğru uşaqlar biz flör elementinə yaxınlaşırıq. Yəni bir qeyri-metalla yaxınlaşdığımız üçün qeyri-metallı xəssəsi güclənir, metallı xəssəsi isə əksinə olaraq zəifləyir. 39-cu sualda deyir ki, ikinci qrupun əsas yarım qrup elementlərinin baş oksid və hidroksidlərinin formulu. Baş oksid uşaqlar RO şəklində qeyd olunacaq, hidroksid isə ROH2. RO və ROH2-də olacaq hansı variant? Olacaq 39-da A bəndi. 40-cı suala deyir ki, 3-cü qrupun əsas yarım qrup elementlərinin baş oksid və hidroksidlərinin formullarını göstərin. Baş oksid uşaqlar R3 valentlidirsə, oksigen də biz bilirik ki, 2 valentlidir, olacaq R2O3 şəklində. Hidroksid isə olacaq ROH3, yəni olacaq 40-da B bəndi. 41-ci suala baxın. 41-ci sualda deyir ki, eyni qrupda olan elementləri göstərin. Litium, natrium, kalium bəli eyni qrupda yerləşir. Xlor, brom, yod eyni qrupda yerləşir. Amma azotdur, natriumdur, xlordur, bunlar eyni qrupda yerləşmir. Ona görə bizə eyni qrupda olanları soruşur. Bilinir 2 olacaq, yəni 41-də D bəndi. 42-ci sualda eyni qrupda kalsiumdur, ikinci qrupda natriumdur, birinci qrupda alüminium, üçüncü qrupdur. Bu müxtəlif qruplarda getdi.
Eyni qrupda bəli 2 ilə 3 olur ki, cavab olur 43-də D bəndi. 42-də daha doğrusu D bəndi. 43-cü suala baxaq. Deyir ki, kimyəvi elementlərin atomlarının hansı göstəriciləri dövr daxilində dəyişmir? Dövr daxilində uşaqlar atomdakı elektron təbəqələrinin sayı dəyişmir. Çünki təbəqə ilə dövrün sayıdır. Ona görə dəyişmir. 44-cü suala baxaq. Deyir, ikinci qrupun əsas yarım qrupunda kimyəvi elementlərdə atomların hansı göstəricilər dəyişmir? Yəni bu qrupda, yarım qrupda. Nə dəyişmir? Uşaqlar qrup üzrə yadda saxlayın. Təbəqənin sayı dövrlə əlaqəlidir. Yəni ki, burada qrup üzrə biz yuxarıdan aşağı doğru getdikcə orada dövr dəyişdiyi üçün onun təbəqəsi dəyişir. Nə dəyişməyə bilər uşaqlar? Qrup üzrə onun valentliyi dəyişmir. Qrup üzrə onun maksimum oksidləşdiricilik dərəcəsi dəyişmir. Ona görə 44-də olur A bəndi. Deməli, 45-ci suala baxan uşaqlar S və P elementlər üçün hansı ifadə doğru deyildir? A variantında deyir ki, dövr üzrə soldan sağa atom radiusu artır. Elə yanlış olan budur, çünki atom radiusu azalır. 46-cı sualda S və P elementlər üçün hansı ifadələr doğrudur? Dövr üzrə soldan sağa oksidləşdiriciliyi artır. Bəli, doğru edən A variantıdır. 47-ci sualda kiçik dövrlər hansı elementlə qurtarır? Uşaqlar, kiçik dövrlər qələv metallarla başlayır. Təsirsiz qazla qurtarır. Təsirsiz qazlarda helyumnium, arqondur. Hansı elementlərlə başlayır? Deyirik ki, deməli, qələv metallarla başlayır. Ona görə də olacaq burada 48-də Y bəndi. Deməli, bizə deyir ki, 49-cu sualda hansı karbhidrogenin bir molekulunda cəmi 40 elektron var? Uşaqlar, baxın, karbonun elektron sayı verib 6. Biz bilirik ki, neytral halda protonla elektron bir-birinə bərabərdir. Hidrogen də verib 1. Yəni, karbon atomlarının indekslərini vuracaqsınız onun elektron sayına və cəmləyəcəksiniz. Karbonda məsələn elə cavab C-dir. 5 görürsünüz. 5-ə vuracaqsınız karbonun indeksinə. Neçədir? Yəni 6-ya. O da eləyəcək 30. Baxın, 5-dir karbon. Onun üçün də verib 6-dır. 5-ə vurdunuz 6-ya 30. Üzərinə gəlirsiniz. Onda hidrogen atomdur. Onda vurursunuz hidrogen ayrı 1-ə. O da edir 40. Yəni cavab olur elə 49-da C bəndi. 50-ci sualda deyir ki, dövr üzrə soldan sağa doğru artır və azalır. Dövr üzrə uşaqlar dedik ki, biz soldan sağa doğru flor elementinə yaxınlaşdığımız üçün deməli qeyri-metallıq xassəsi artır, atom radiusu deməli azalır. Ondan sonra deməli deyir ki, reduksiyacılıq xassəsi deməli azalır, amma elektromənfilikdir və ionlaşma enerjidir ki, bunlar artır. Və bizdə də burada göstərmişdik ki, X və Y, deməli X artır deyir, Y azalır deyir. X artır, Y azalır. X artır deyirsə, X-ə gedəcək 1 ilə 4, Y azalır deyirsə, gedəcək ona da 2 ilə 3. Əldə də olur cavab D bəndi. Hələlik uşaqlar, bu qədər. Sağ olun.